Bəzən narahat oluruq ki, müsəlmanlar bir-birinə dəstək durmurlar, bir-birlərinin ayağını qazırlar, hətta bir-birlərinin qanını tökməyə belə razı olurlar. Mən Həzrət Əli əleyhissalamdan bir-iki kəlam oxumaq istəyirəm ki, biri Nəhcül Bəlağədəndir, 103-cü xütbədən. Onun bir hissəsində Həzrət Axirət Zaman məsələlərini danışarkən buyurur ki, o elə bir zamandır ki, fitnələrdən yalnız nüvəmə mömin xilas ola biləcək. Nüvəmə mömin kimdir? Yəni, adsız, sansız, əlamətsiz, nişanəsiz bir mömindən başqa heç kəs orada nicat tapa bilməyəcək. Həmin mömin əgər hazır olsa, yəni bir yerdə məclisdə tanınmaz, qayıb olsa, yəni orada olmasa, axtarılmaz. Onlar hidayət çırağı qaranlıq gecələrdə haqq yolçularının hərəkət etməsi üçün olan nişanələrdir. Bəli, biz onları tanımasaq da, əsas məsələ onların üzərində durur. Onlar cəmaatın arasında özlərini göstərmir, axmaqlıqla və şuursuz şəkildə sirləri faş etmirlər. Onlar Allahın üzlərinə öz rəhmət qapılarını açdığı, çətinlik və müşkülləri uzaqlaşdırdığı kəslərdir. Amma bu diqqəti buradadır ya. Ey cəmaat! Siz tezliklə İslamın tərsinə çevrilən və içindəki yemək yerə tökülən qab kimi tərsinə çevrildiyi bir zamana gedib çıxacaqsınız. Yəni, tamamilə alt-üst olmuş səviyyədə bir görkəmdə olar. Cəmaat, Allah sizə heç vaxt zülm etməmək barədə təminat verib. Bəli, Quranda da var. Allah Teala deyib ki, bəndələrinə zülm etməz. Amma sizi sınamamaq, imtihana çəkməmək barədə təminat verməyib. Allah Teala Quranda belə buyurub. Bunda əlamətlər və ibrətlər vardır. Həqiqətən biz sizi sınağa çəkirik. Yaxşı, bu sınağa çəkmək nə üçündür? Bunun izahını tapmaq üçün Şeyx-i Nu'maninin Əl-Qeybə kitabına müraciət edək. Oradan da bir şey oxuyum sizə. Yenə İmam Əlidən nəql olunub ki, o öz tərəfdarlarına, ardıcılarına dedi: quşların arasındakı arılar kimi olun. Elə bir quş yoxdur ki, arıları zəif və dəyərsiz hesab etməsin. Əgər quşlar bilsəydilər ki, onların daxilində necə bir bərəkət var, onlara etdiklərini etməzdilər. Dilləriniz və cisimləriniz ilə cəmaata qarışın, qəlbləriniz və əməlləriniz ilə onlardan ayrılın. Hər kəsin elədiyi özünədir. Hər kəs öz əməlinə görə özü cavab verəcək. Və hər kəs qiyamət günü öz sevdiyi ilə birgə olar. Sizə gəlincə isə, ey tərəfdarlar, biriniz o birinizin üzünə tüpürmədikcə, vay dədə, biriniz o birinizi yalancı adlandırmadıqca və sizdən bu əmrə yalnız gözdəki sürmə və ya yeməkdəki duz qədər olan insan, hansı ki duz yeməkdə ən az şeydir, sabit qalmadıqca istədiyiniz və arzuladığınıza çatmayacaqsınız. Bəs nə? Allah üçün kəmiyyət, çoxluq yox, keyfiyyət önəmlidir.